Kimsə bugün o idmanı görəndə düşüncəsi striptizdən o tərəfə getmir. Məni atam sevməyib. Məni dünyaya gətirən sevməyib. İstədiyim kimi həyatımda tam-tamına həyatımı verməyib. Məni necə əks cins sevə bilər? Və inanmıram ki, o qadının da qızı mənim kimi xəstə olsaydı, o mənim anamın yerində olmuş olsaydı, bütün günü şikəst arabasında onun şəklini çəkərdi ki, qızım gülümsə necə xoşbəxtsən görüm səni. Mən əgər unutduqlarımı diriltsəm, sabahımı kim yaşayacaq, sizdən sonraki işlərimi kim görəcək? 30 baldan 29-unu topladım. Prezident təqaüdü alaraq universitetə qəbul oldum. Biri həyatınıza çıxıb da bu sənəti at, özünü daha başqa formada artıq bundan sonra təqdim et deyib, bunun üçün o qurbanlar verərsinizmi? Anama evi mən alıb kömək edib çatdırmışam. Ailəmi mən saxlamışam. Valideynlərimin boşanmasını belə mən etmişəm. Salam, dəyərli izləyicilər, Həyatının içindən efirdədir. Bugün də çox maraqlı bir qonağım var. Əslində, sosial mediadan daha çox çılğın, pozitiv mesajları ilə insanları xoşbəxt edən, bəzilərini isə narahat edən Ellada xanım. Salam, Ellada. Hər vaxtınız xeyir, ay Şəbnəm, necəsiniz? Özünüzü necə hiss edirsiniz? İndi siz o qıcıq olanlardansınız, yoxsa baxıb xoşbəxt olanlardansınız? Mən fikrimi sizin qulağınıza deyərəm. Elə mən fikirləşib söz tapa bilməmişəm hələ. Belə desəm məni də qıcıqlandırarlar. Enerjiniz, pozitivliyiniz, həyat eşqiniz, yaşam həvəsiniz sözünü deyir. Amma ara sıra sizin müəyyən, belə deyək də, təsirli mesajlarınız da olub və mən istəyirəm ki, elə qayıdaq daha öncəki illərə. Ella da balacaykən kim idi, yeniyetmə oldu, kim oldu, gənc xanım oldu, kimdir? Gözəl sualdır əslində. Ella da həmişə Ella da idi. Adımı çox sevirdim və adımı kimsə küçüldəndə çox belə xoşuma gəlmirdi. Qıcıq olurdum mənim o hater izləyicilərim kimi. O qədər gözəl adım var ki, valideynlərim bunu sevgi dolu seçib qoyublar. Deyir, sağ olsunlar, yeniyetməli və gənc yaşlarımda, az yaşlarımda sevgisini, ailəsinə ötürə bilməsələr də sevgi ilə bizi dünyaya gətiriblər. Bu dünyada fərqli obrazlarda özümü görmüşəm, fərqli yaşlarda. Bəzi illərimi xəstəliyim alıb, bir çox illərimi şiddətə məruz qalmış bir ailə həyatı hekayəm qalıb. Onları əlimdən alıb deyərdim. Bəzi tərəfini illərimin yaşaya bilmədiyim uşaqlıq çağlarım, yeniyetmə dövründə işləməli olduğum və yeniyetməliyimi yaşaya bilmədiyim dövrüm mənim əlimdən alıb. Bugünkü gündə bəzi izləyicilərim yazır ki, bizə elə gəlir ki, siz yaşamadığınız uşaqlığı yaşayırsınız. Deməzdim, mən bugünkü günümü yaşayıram. Mən olğun, dolğun, anlayışla qəbul etdiyim anımı, həyatımı yaşayıram. Hər dadıyla yaşayıram. Çox gözəl. İfaçı kimi özünüzü nə zaman gördünüz və ifaçı olmaq iddianız hara qədər? Bu xaotik şou biznesdə. Belə deyim də, hal-hazırda keçmişə qayıtsaq qısaca ki, həm maraqlı olsun, həm də bir retro yadigarlı olsun. Biz bacımı gözləyirdik. Anamla yoldaydı bacım. Hələ bir mələklər hazırlayırdı ki, bizə göndərsin. Mən də uşaq ikən çox sevirdim hər binanı soruşmağı ki, bu nə binasıdır, bura nədir, bunu kim tikib, hansı ildə, hamısına da anam cavab verirdi. Anam filosof deyiliydi, alim deyiliydi, tarixşünas deyiliydi, lakin bilmədiyi nə varsa gedirdi, araşdırırdı, yazırdı belə dəftərçəsinə, gəlirdi, məni deyirdi, bax, keçən gün oradan keçmişdik, bunu soruşdun, bu bina budur. Ya məni gətirirdi, yenə də həmən yerdən, həmən məkandan keçirdirdi, oranın tarixi
atam mənə danışırdı. Bizdə bir tərəfimiz musiqişünaslardır, musiqiçilərdir və digər tərəfi elmə bağlıdırlar. Fizika müəllimləridir, kimya üzrə. Ulu babamın şəkli Azərbaycan Tarix Muzeyində var atam tərəfdən və özümdə qarışıq nümayəndə nəsliyəm. Belə Nescafe 3 birində. Siz necə? Elə bilin ki, atam Rusdur. Babam Rusdur. Mənim soyadım əslində Eyvazova deyil, Kalininadır. Bunu efirdə heç deməmişəm, sizin üçün ilk olsun. Amma mənim atam anamla zaksları olanda evlilik zamanı anamın soyadını götürüb. O da qərara gəlib ki, Bakıda yaşayacaqdılar deyə həyatlarını. Onlara problem olmasın. 90-cı illərdə yadınıza gəlirsə, bu bayağı bir problemli dövr idi. Daha sonra anam Aynurədir, Azərbaycanlıdır. Amma atam Mixaildir və mən də anamın soyadında qalmış oldum. Ona görə Mixailovna, otçestvo ata adı deyəndə. Təsəvvür eləyin, bir dəfə də konservatoriyanın qarşısından keçirik Üzeyir Hacıbəyli adında. Biz də balaca bacım hələ yoldadır. Anam da əziyyət çəkir, amma mənlə şəhəri gəzirdi. Belə qayıtdım ki, bura haradır, bura haradır. Dedi ki, bura Bakı Musiqi Akademiyasıdır. Burada oxuyan uşaqlar daha çox əziyyət çəkir digərlərindən. Çünki həm təhsili, biliyi olmalıdır, həmçinin musiqi də öyrənməlidir və istedadlı olmalıdır. Yəni, əgər sən riyaziyyatı öyrənmirsənsə, valideyninə xoş olmayacaq ki, musiqini bilib öyrənirsən. Mən də qayıtdım ki, mən buranın tələbəsi olacağam. 5 yaş. Əziyyət çəkmək istəyirəm. Mən əziyyət çəkmək, mən uşaqlıqdan əziyyətli yol seçmişəm. Deməli, elə oldu. Anam da, mən də musiqiyə marağım var idi. Oxuyurdum. Babam rəhmətli, ölənlərinizə rəhmət, akordionda ifa eləyirdi. Xalam pianinoda ifa eləyirdi. Anam kamançanı bitirib. Sonra atam özü baxmayaraq ki, Politexnik Universitetini bitirib, eyni zamanda pianoda ifa edə bilir. Mənim dayım xaricdə yaşayır, amma bütün simli və zər alətlərində çox gözəl ifa edir. Nəlbəkidə belə çox incə ifa eləyir. Fərhad Bədəlbəyli mənim ata tərəfimdən qohumdur. Çünki atamın atası Rusdur, anası isə Dağıstan ləzgisi ilə Bakılıdır. Elə içəri şəhərlidirlər. Ona görə də mən deyəndə atam tərəddüd elədi. Tamamilə əleyhinə idi. Anam yaxşı, xoş qarşıladı. Bütün qızıllarını satdı, zinət əşyalarını satdı, nənəmin ona hədiyyə verdiklərini. Çünki mənim üçün müəllimlər tutmaq istədik. Görsün, yoxlasın, alınır ya alınmır. Səsim var idi. Yazdırdılar məni Bakı Musiqi Akademiyasında. 5 yaşında uşaq idim. Məktəbdən qabaq notları öyrənmişəm mən. Sonra atam dedi ki, yox, vurma cədvəlini bilməyə notu necə öyrənəcək. Ona görə 4 yaş yarımlıq, 5 yaşıma hələ keçiddə mən vurma cədvəlini gecə saat 3-də oyadanda əzbərə deyirdim. Əgər deyə bilmirdimsə, səhər musiqi dərsimə getməyə icazə vermirdilər mənə. Yəni, bəzən sərt yöntəmlər tərbiyədə nə qədər yaxşıdır deyə istəməzdim danışım, amma təməli gözəl olurmuş deyə bilərəm özümdən irəli gələrək. Eyni zamanda ondan sonra mən adi məktəbdə oxumağa başladım. Anam öyrəndi mən 3-cü sinifə keçəndə, 2-ci sinifə yekunlaşdıranda Bülbül məktəbini, Bülbül adına Orta Musiqi İxtisas məktəbi, tam orta. Məni oraya yazdırdılar. Onun üçün də anam evdə qalan digər zinət əşyalarını satdı. Niyə? Çünki musiqi savadım ora qəbul olmaq üçün imtahan vermək lazım idi və məni pulla keçirmədilər. Mənə müəllim tutdular ki, mən təhsilimi alım, mənə pianino aldılar. Təhsilimi artırdım, imtahanımı verdim, qəbul oldum. İlk dəfə oxuduğum mahnıda Rus sektoru. İlk dəfə oxuduğum mahnıda baxmayaraq ki, mən Rus sektoru idim. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tar kaman Qarabağ, Qarabağ can Qarabağ ana yurdum. Bu mahnıydı. Amma inanın ki, mən Azərbaycan dilində danışmağı bacarmırdım. İndiki Ellada və o vaxtki Ellada tamam fərqli Ellada idi. Ondan sonra qəbul oldum, oxumağa başladım. 4-cü sinifdən səhhətim çox ağırlaşdı. 6-cı sinifdə tam əlil arabasına yatdım. 9 yaşından 15 yaşınacan ümumiyyətlə hərəkətsiz qaldım və əlillərlə bir məktəbi paylaşmalı oldum. 219 nömrəli məktəbi. Onun tələbəsi yox, onların yekunlaşdırdım onlarla birgə məktəbi. Amma Fərhad
Bədəlbəyli bizim qohum olsa da dedi ki, konservatoriyada imtahanlarda təhsilin varsa qəbul ola bilərsən. Əks halda mümkün deyil. Valideynlərimin heç imkanı da yox idi sözün düzü. Sağ olsun Göyçayev, bizim dirijorumuz mənə dəstək oldu nədə? Mənim son zəngim olmayacaqdı. 219 nömrəli məktəbdə hələ təzə-təzə yeriməyə başladığım dönəmlər idi. Çağırdı ki, o qədər təhsili bilikli tələbə idin ki, bizim şagirdimiz idin. İstəyərdim ki, məktəbdə bizim uşaqlarla birlikdə olsun sənin də son zəngin. Son zəngimi öz sinif yoldaşlarımla, köhnə sinif yoldaşlarımla birgə qeyd elədim. Konsertlər oldu, məni dəvət elədilər. Arabada olsam da mənim iki qolumdan da girən dostlarım var idi, qızlar var idi. Onlar məni ayaq üstə saxlayırdılar ki, mən Dövlət Filarmoniyasında səhnə aldım, Gülüstanda səhnə almışam körpə yaşlarımda. Və inanın, bunların hər birisinin xatirəsi mənə xoşdur. Acı olan məqamlarım danışsam, yəni nə bir efirə sığmaz, nə bir ömrə sığmaz desəm, yalan olmaz. Lakin bugünkü gündə mənim həmənki ağrılı günlərimdən də xatirələrim gözəldir. Musiqiyə olan sevgim az yaşlarımdan məni bugünkü gündə də həyata bağlı saxlayır. Hətta həyatdan küsdüyümdə belə mən musiqiyə olan sevgimi itirsəm də yenidən geri qayıtmışam. Mən universitetə hazırlaşanda ikinci qrupa hazırlaşırdım. Çox gözəl coğrafiyam və riyaziyyatım, ingilis dilim var idi həmənki illərdə də. Digəl ki, son 5 ay qalmış imtahana düşündüm ki, o da qarşıma bir musiqiçi çıxdı. O da qayıtdı ki, ay Ellarda, sənin ki, musiqidə sənə çatan yox idi məktəbdə oxuyanda. Necə olur sən indi ikinci qrupa gedirsən? Fikirləşdim, imtahana 5 ay qalmış fikrimi dəyişdirdim. Dedim, üçüncü qrupa gedirəm. Təsəvvür edin ki, zaten valideynimin elə bir imkanı yox idi anamın ki, mənə müəllimləri istədiyim qədər yetərincə tutsun. Pulsuz mənə dərs deyən müəllimlər oldu. Amma gedirdin qapısında 8 dəfə səni qarşılaya bilmirsə, bir dəfə qarşılayırdı. Hazırlaşdım, imtahana az qalmış, mənim bütün ümidimi kəsən sinif yoldaşlarım da oldu, yaşıdlarım da oldu. Biz bu qədər pul veririk, hazırlaşırıq, biz imtahandan kəsilirik, səncə sən qəbul olacaqsan? Getdim, oxudum. Axırıncı imtahana girmək istəmirdim. Yadımdadır ki, anam əlimdən tutdu, apardı. Dedi, bu qapıya gətirirəm, sənə arzun var idi ona görə. Girməyə də bilərsən, girə də bilərsən. Fikir sənindir, azadsan. Nə edirsən, necə istəyirsən, elə deyilə. Onun sayəsində girdim o imtahana. İnanın, o imtahandan qabaq nələr yaşamışam. Gənc insandır, duyğuları, həyatı hələ dağınıqdır, hər yeri kəsintidir. Hara toxunsan səni kəsəcək, incidəcək bir həyatı olub bu insanın. İncidməyə də insanlar ətrafımızda meyillidir. Elə bir sanki heç kim sevgi görmür. Heç kim sevgisini necə paylaşacağını bilmir. Bir məlumatı yoxdur. Nəticə etibarı ilə girdim. Axırıncı qabiliyyət imtahanımda da 30 baldan 29'unu topladım. Prezident təqaüdü alaraq universitetə qəbul oldum. Seçilən tələbələrdən idim. Sonra 2018-ci ildə İtaliyada Azərbaycanı təmsil elədim. Orada birinci yeri götürdüm caz festivalında. Və bugünkü gündə kimsə yazanda ki, bu da oxumağa başladı. Sən kiminsə nə etdiyini, nə etdiyindən əgər məlumatın yoxdursa, bu sənin cahilliyindir. Bu mənim yanlışım deyil. Mən məlumatı həmişə doğru və düzgün şəkildə ötürürəm. Bilməmək də eyib deyil, sənin səhvin deyil. Amma öyrənmirsənsə və ya sənə verilən məlumatı qəbul edib həzm edə bilmirsənsə, yenə də sənin cahilliyindir. Mən bu gün onurğam üçün dəmirdə idmanlar edirəm. Bu mənim həyata sütunumdur, tutunmağımdır. Kimsə bu gün o idmanı görəndə düşüncəsi striptizdən o tərəfə getmir. Akro elementi striptizlə bir qoymaq görün nə qədər yanlışdır. Kimsə şort geyinəndə ona tuman da deyə bilər. Dərinliyinə getsək, tuman ətəkdir Azərbaycan dilində. Yenə də gəlib nəyə çıxırıq? Baxış bucağının. Mən əgər onun fikrini önəmsəyəcəmsə, mən də onunla bərabərləşəcəmsə, onun öz cəhənnəmi var, qoy orada yansın. Bu dünyada insan özünü olduğu kimi qəbul edə bilmirsə, onu başqa kim qəbul edəcək? Mən əvvəl düşünürdüm ki, məni atam sevməyib, məni dünyaya gətirən sevməyib, istədiyim kimi həyatımda tam-tamına həyatımı verməyib. Məni necə əks cins sevə bilər, necə mənimlə həyatını paylaşacaq? Ona görə gələn yarımçıq getsə də bu normaldır. İndi ona normal baxmıram. Çünki özümü sevirəm.
Çünki valideynlərimlə də ünsiyyətimi düzəltmişəm. Hər kəs bir müddətdən sonra səhvini başa düşür. Bir filmə baxmışdım, gözəl bir cümlə var idi. Bəlkə də bugünkü gündə kimsə öz valideyni ilə çox çətin və heç də gözə xoş gəlməyəcəyi, qulağa xoş gəlməyəcəyi bir dönəmdən keçir. Bəlkə də içində o qədər böyük bir nifrətin var ki, heç vaxt bağışlamaram deyirsən. Bəlkə də bir gün baş daşını görsəm içim rahatlayar deyənlər var. Çünki mən də sizlərdən biri olmuşam vaxtı ikən. Amma unutmayın, qarşınızdakı insan sizinlə birlikdə valideyn olub. Siz nə qədər ki staj olaraq övlad yaşındasınız, onun da o qədər valideyn yaşı var. Onun da səhv etmə imkanı, şəraiti var. Heç kim hər yaşında ağıllı olmaq seçimi olmur. Hər kəs sağlam düşüncəli olmur. Hər kəsin də eynən sənin kimi olmağını gözləməyin normal deyil. Amma bugünkü gündə ibrətamiz bir həyatın ola bilər və öz uşaqlığında olan səhvləri övladının həyatında etməyəcəyini anlayacaq dərəcədə şuurlu bir insan ola bilərsən. Həyatda hər şeyi itirə də bilərsən ki, heç kim əlimdən tutmayıb, amma kiməsə tutunacaq əldə ola bilərsən ki, məndən tutmayıblar, qoy mən tutum. Elada, siz əvvəldə ailəniz, ananız, atanız haqqında çox xoş fikirlər bildirdiniz. Onların sizin həyatınızda bəli, böyük əhəmiyyətli bir prinsipial addımlar atdığını dediniz. Tamaşaçıda biraz çaşqınlıq yarada bilər. Nə idi bəs o sizin aranızda olan, belə deyək də, kompromisə gəlinməyən məqamlar, sizi onlara üsyan eləyəcək məqamlar, onlar nə idi? Bilirsiniz, vaxtından tez sanki üzr istəyirəm, sevilməyən bir uşaq olduğunuz kimi belə bir yəni ab-hava yarandı. Belə bir məqam var. Bəzən insanlar yaşlarından da asılı olmayaraq hazır olmadıkları bir hərəkətləri edirlər. Bunun nəticəsini altına çəkən övladlar olur. Mən arabada olanda mənim yanımda anam olub. Daha sonra o travmaların içində qalan anamla bu anamı həyata geri döndərməyim olub. Yəni siz hekayənin bir tərəfini görüb, o birisi tərəfini bilmədən sual işarəsi altında qalırsınız. Amma insanların öz həyatında o qədər sualları var ki, bir də mənim suallarımla niyə özlərini yorurlar ki? Bu yaxınlarda çox cəsarətli bir post paylaşmışdınız. Eyvanda konkret bir mesaj oxşuyurdu, konkret bir ismarıcı oxşuyurdu. İnsanların başı ilə yox, başqa bir nahiyəsi ilə düşünmə. Razıyam sizinlə. Baxın, bilirsiniz necədir? İnsanın 5 duyğu daşıya biləcəyi, yəni qəbul eləyə biləcəyi Allahın verdiyi var. Dilin var, danışa bilirsən. Qulağın var, eşidə bilirsən. Gözün var, görə bilirsən. Duyğun var, intuisiyan. Qəbul eləyə bilirsən, qəbul etməyə də bilirsən. Bu sənin seçimindir. Hərəkət edə bilirsən. Şuurlu şəkildə beynin bölsək yarım hissələrə, первое полушарие, второе полушарие tamam fərqlidir. Elmin dərinliyinə getsək çoxdur düşüncə, qəbul etmə. İnsanlar isə sanki hər şeyi bir nöqtəsi ilə qəbul edir. Niyə? Bunun da sualının cavabı məndə yoxdur. Arada fikirləşirəm, bekarçılıqdanmı? Arada fikirləşirəm, görəsən boşluqdanmı? Baxın, ağlanılmayacaq adamın dalıcı ağlayırlar. Əlində həll edə biləcəyi bir şey var. Misal üçün, bu varenyan mürəbbədir də, düzdür. Mən bu mürəbbəni götürüb, buradan yesəm, dağıdacam. Bu adam harasıyla fikirləşir ki, oradan yeyir ki, burada dağıdır. Sonra da ağlayır ki, mən dağıtdım. Allah sənə bunu da yaradıb, verib də, insan əli ilə yaradıb. Götür, qoy bura, bunu da yaxın gətir, buradan ye, heç yerə də dağıtma. Görün, nə qədər rahatdır. Misal üçün, insan var ki, gəlir, deyir, münasibət qurur. Armudu götürür, alır, gətirir evinə. Gətirdiyi armudu alanda bəyənib, bu armuddur deyə bəyənib. Evinə gətirir, deyir ki, sən armudsan deyə mən səni yeyə bilmərəm. Boğazında qalarsan. Bizim həyatımız və həyat baxışlarımız fərqlidir. Yenə də harasıyla fikirləşir?
Bir mənalı başı ilə fikirləşmir. Aydındır. Yanlışdır. Aldığım almaya mən necə deyə bilərəm ki, armud ol, ya armuda apelsin ol, necə deyə bilərəm? Sənin gördüyün insan budur, sənin bəyəndiyin insan budur. Sən əgər bu insanı götürəndən sonra dəyiş deyirəm sənə, sən konfetin kağızını dəyişə bilərsən, iç dadını dəyişə bilməzsən. Biz indi gedirik Elada xanımdan hara? Çox gözəl bir idman növünə, hansını ki kommentatorların əksəriyyəti durba adlanır. Bəli. Bir məqamı da vurğuluyum, mənim çox gözəl müəllimlərim olub. Buradan Nərgiz Cəlilovaya xüsusi dərin minnətdarlığımı bildirmək istəyirəm. Akademiyada mənim ən çox sevdiyim və əsas müəllimlərimdən biri idi. Bugünkü gündə mən olmasam da mənim barəmdə həmişə ağız dolusu danışır. Onun varlığı mənim üçün həyatımın Nərgiz çiçəyi kimi gözəldir. Eyni zamanda Rafiq Həşimov mənim dilimin konstruksiyasının müəllimidir. Mənim şuurumun dərrakəmin. Mən artıq aparıcılıq edirdim, amma akademiyaya yazıldım və onlar bunu çox böyük alqışla qəbul elədilər ki, sən axı aparıcı olmaq üçün gəlmədin, sən püxtələşmək üçün gəldin, vaxtını ayırdın buna. Və onda gözəl bir qızıl sözü var idi. Bəlkə də çox banal gələcək bəzilərinə. Deyir ki, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Mənim açıq sözlülüyüm, mənim varlığımdır, özüməm. Amma aldığım obrazlar dəyişkən obrazlar. Bu o demək deyil ki, mən onlardan biriyəm. Bu sadəcə olaraq aktyorluq obrazlarımda, hansılarının ki təhsilini akademiyada oxuyarkən almışam. Biz sözsüz də insanlara duyğu ötürürdük, biz etüd qoyurduq, preludiyalar səsləndirirdik, biz sözsüz duyğuları ötürürdük və bugünkü gündə göz danışırsa, ağız danışmaya bilər. Əgər mən kiminsə cildinə girib, o obrazı sizə çatdırıb yedizdirə bilirəmsə və əgər bu sizdə xoş, naxoş duyğuları oyadırsa, bu mənim peşəkarlığımdır. Bu mənim az yaşımda böyük bir uğurumdur. Bəli, dəyərli izləyicilər, biz Elada xanımla az öncə digər məkanda söhbət elədik, amma nəzərə alsaq ki, xanım bildirdi ki, çox günü gərgin qrafiklə keçir. Əslində bizim virtual gördüyümüz Elada xanımın normal həyatı bundan ibarətdir. Bugün isə idmana gəlmişik. Elada xanım, hardandır bu qədər enerji, bu idmana bildiyim qədər gününüzün 3-4 saatını xərcləyirsiniz. Üstəlik bir hələ bu enerji, hardan depo oluyorsunuz bunu? Maşallah deyim, mən belə bildirim. Əslində insanlar sağlam insanlardan söhbət gedir. Yəni fiziksel olaraq şuuru qoyuram bir kənara hələ. Fiziksel olaraq sağlam insanlar bəzən əllərində olduğu nemətin fərqində olmurlar. Amma digər tərəfdən kimdə ki bir tərəfdən əksikliyi varsa, yarımçıq qalırsa, onlar daha çox hərəkət etmək istəyir. Uşaqlıqda illərlə yataqda, əlil arabasında qaldığım üçün bu gün bəzən bir də görürsünüz ki, gözümü açıram ki 10 kilometr piyada getmişəm. 16 min addım, 20 min, 25 min, 30 min. Əslində həkim o qədər gəzməyimə də icazə vermir. Sadəcə olaraq bunun sanki aclığını hiss eləyirəm, kasadlığını hiss eləyirəm və hər bir idmanda elədiyim yeni bir hərəkətlə, alındırdığım bir yeni hansısa bir formayla özümü daha xoşbəxt, daha güclü, həyatda bu gün də nəsə əldə etmiş kimi hiss edirəm ki, başımı yastığa rahat qoyum. Çox maraqlı. Yəni nə zamansa Elada öz kitabını yazsa, öz hekayələrini, başına gələn hadisələri yazsa, o kitabın adını nə qoyardı? Ağır sualdır. Yazardım ki, diri ikən ölü olmaq ya da canlı ikən bastırdıqlarım da ola bilər. Niyə o qənaətə gəlir? Əslində həyat gözəldir, amma həyatın bəzən elə bir məqamları var ki və bu bizdə ayrılmaz bir hissəmizə çevrilir. Bəzən doğmalarımızdan çox uzaq düşə bilirik, bəzən yadlarla doğmalaşa bilirik. Ona görə də insan gözləmədiyi yerdən istəmədiyi hərəkətləri alanda məcburən onlardan uzaqlaşmalı və hətta onları dirikən yerin dibinə bastırmalı da olur. Yasını da tutursan, üstündən də keçirsən. Ona görə də yazdığım kitab olsaydı, yaşamadığım duyğular haqqında yazardım. Çünki onları nə qədər dolu-dolu yaşaya biləcəyimin təxminində varam. Bu mesaj konkret olaraq kimə ünvanlandı? Yəni kimi dirikən bastırmısınız? İnanın, yəni
dirikən bastırdığım insanlar, əsas o da onlar rahat yaşayır. Məndən uzaqda yaşasınlar, mən də çox rahat yaşayım. Səmimiyyətinizə çox güvənirəm. Həqiqətən, yəni bir neçə dəfə sizinlə müsahibələrimiz olub. Biraz istərdim açıq deyəsiz. Yəni aşağı yuxarı hər bir insanın həyatından gəlib keçən bir şeylər olur, amma sizi biz hər zaman tam bunun əksi görürük. Təbii hər zaman deyirlər ki, gülən insanın daha çox dərdi, səri problemi olur. Altında daha böyük problemlər yatır deyirlər. Bilirsiniz necədir? Əslində bu bir kitab var idi və səhv etmirəmsə, Forbes jurnalında da bu iki qardaş haqqında yazılmış bir məqalə var idi. İki qardaşın biri əyyaş idi, yolunu itirmiş, həyatında heç bir uğura nail olmamış bir insan idi və gəldilər ondan müsahibə aldılar. Müsahibə zamanı həyatının nə qədər çətin, atası tərəfdən nə qədər şiddətə məruz qaldığını, valideynləri tərəfindən sevilmədiyi, natamam gördüyü ailəsindən sevgi duyğusunu ala bilmədiyini və bugünkü gündə də sevgi hissini yaşamayan bir körpə böyüyərkən necə sevgi dolu bir insana çevrilsin deyə sualını verdi. Hər kəs alqışladı. Tənqid edənlər az oldu, anlayışla qarşıladılar. Dedilər ki, əlbəttə ki, insana dəstək yoxdursa, o uşaqlığını yaxşı yaşamayıbsa, travmaları varsa, həyatı heç ola bilər, puç ola bilər. Növbəti məqalə digər insan haqqındaydı. Onlar isə qardaş idilər və bunu ilk öncə insanlar bilmirdi. O isə çox böyük uğur qazanmış multimilyarderlərdən biri idi. Onunla məqalədə yazılardan da biri oldu ki, insan vurğulayır. Atam tərəfindən şiddətə məruz qaldım, ailəm sağlam olmayıb, sevgi görmədim və çox sıfırdan mənfidən bir insan şəxsiyyət formalaşdırdım. Bugünkü gündə cəmiyyətdə təhsil verdiyi adamlar var idi, özünü böyüdüb, yaradıb və bugünkü gündə insanlar onu da alqışladı və dedilər ki, görürsüz, bəzən insanın yarası onu böyük bir insana çevirə bilir. Ona görə də unutdulanlara toxunmaqdansa insan gərək aldığı dərslərdən düzgün nəticə çıxardıb özünə baxsın. Mən əgər unutduqlarımı diriltsəm, sabahımı kim yaşayacaq, sizdən sonraki işlərimi kim görəcək? Təbii ki, bu belədir, amma insan əhəmiyyətsiz hesab etdiyi məqamları rahatlıqla danışmalıdır. Əgər bu sizə hələ də təsir eləyirsə və sizə mane olursa, demək ki, hələ ilişib qalmısınız. İlişib qalmamısınızsa bizə bir neçə... Şey deyim sizə, ilişib qalmaq deməzdim də. Baxın, bir dəfə sosial şəbəkədə bir xanım postlarımın altında yazdı ki, daha öncə, bir gün öncə ad günü postu paylaşmışdım. Ad günümdə isə o qədər də özümü çox xoşbəxt hiss etmirəm və daha tekliyə çevirməyi tərcih edirəm. Sakitçiliyi, sanki həyatımı reverse edirəm. Yenidən bir dərin nəfəs alıram, o 4 gündə özümə gəlirəm, etdiklərim, edə bilmədiklərim, ilimin yekunu mənim ad günümdə olur. Və daha sonra yeni bir nəfəslə həyata davam edirəm. Bu mənim üçün yenidən doğulmaq kimidir. Və mən reinkarnasiyaya çox inanıram əslində. Və təsəvvür edin ki, bir xanım mənə yazır postun altında, halbuki xeytirlər fərqli fikirlər yazır. Xanımlardan biri təzəlici yazmışdı ki, sən elə şikəst arabasında qalsan yaxşıdır, heç gərək qalxmazdın ayağa. Mən heç nə cavab vermədim. Amma qadınlar oldu ki, mənim tərəfimi tutdular. Başı bağlı xanımlar yazdı ki, Allahın verdiyidir, sən ona necə müdaxilə edə bilərsən. Bir xanım postun altında belə bir şərh yazmışdı ki, yarımçıq yadımdadır, tam da olmasa. Bəs ad günü postu altında şəkil paylaşmışdım. Uşaqlıq şəkillərim kollab idi və bugünkü günüm var idi. Amma ortada böyük bir boşluq var idi, yaş dönəminin boşluğu. Qadın yazır ki, mən o şəkillərin arasında əlil arabasında olan şəkilləri görmədim. Bəs necə olur? Onun xəstəliyi var idi, əlil arabasında qalırdı. Görəsən yalan deyir, yoxsa mən səhv başa düşmüşəm? Mənə o qədər pis təsir elədi. Mən sözün düzü günlərlə özümə gəlmədim. Elə bir məqamlar var ki, söhbət takıntıda deyil. Sən onlardan nə qədər çıxmağa çalışsan da, heç bir kəs istəməz ki, əlil arabasında şəkil olsun. Hələ ki, həyatlı mübarizə aparan insan mübarizdən söhbət gedirsə. Və inanmıram ki, o qadının da qızı mənim kimi xəstə olsaydı, o mənim anamın yerində olmuş olsaydı, bütün günü şikəst arabasında onun şəklini çəkərdi ki, qızım gülümsə, necə xoşbəxtsən, görüm səni. İndi təsəvvür edin ki, bir şərh insana belə təsir eləyirsə,
üstündən keçdikləri xatırlamaq nə qədər təsir edə bilər. Sizə məncə məni daha pozitiv görmək daha xoş olar və bundan sonra da işlərimin üzərində uğur qazana bilməyim də sizin üçün müvəffiqdir ki, yenidən hansısa bir layihədə mənimlə qarşılaşıb yenə də məni dolu-dolu təqdim edə biləsiniz. Bir xanım başı bağlı idi özdə. Yazdı ki, insanı işə qoymasalar, vəzifəyə gətirməsələr, sən hardan orada olacaqsan, evi alıb verməsələr, hardan olacaq? Yox, əzizim, anama evi mən alıb kömək edib çatdırmışam. Ailəmi mən saxlamışam. Valideynlərimin boşanmasını belə mən etmişəm. Vəkil tutmaq lazım olub mən üstündə olmuşam. Öz evimi alanda mənim valideynimin belə bundan xəbəri olmayıb. 25 yaşınızda hətta. Mən evin ilk pulunu verəndə ipotekaya salmışdım. Çox qısa bir müddətdə ödədim. Doğrudan da Allah yetirir. Xeyir bir işə girdiyində düzdür, belə bir məqam var. Baxın, elə bir məclisim olub ki, getmişəm, səhnə almışam. Məni gətiriblər, dediyim pulun üstündə pul verib yoldaşı, qadın gətirib belə. Qızım, eşitmişik ki, ev götürmüsən, üstündə olsun, xeyirli olsun. Bu da bizdən bir kömək olsun. Gözləmədiyim bir yerdə olub. Yəni, oradan məni ötürüblər, get xalam qızının da nişanıdır. O birisi, bu birisi tədbir, səhnələr al. Amma səhərsi gün mənim aşağı qiymətə restoran səhnəm olanda səhər tezdəndən. Mən deməmişəm ki, gecə bunu qazandığım pulunu 2 ayını qabaq qazanmışam da artıq veriblər mənə. Getməyə bilərəm. Ona da getmişəm. Onun da pulunu qazanmışam. Yəni, insan ruzu gələn yerə təpiy atmamalıdır. Baxın, başı bağlı xanım. Görürsünüz, nə qədər kasatlı düşüncədən. Halbuki insanın geyimi ilə ölçülmür onun qabiliyyəti. Biz bəzən ədəb-ərkan deyərək insanları kütləvi şəkildə kütləşdiririk. Halbuki insana kütlə deməzlər. Amma bu kütləşir. Amma bu kütlədən sən cəmiyyətdən artıq seçilən bir şəxsiyyət kimi çıxırsansa, cəmiyyətdə nə qədər öz uğurları ilə seçilən qadınlar var. Təkcə kişiləri qoyuram bir kənara. Biz o qadınları ibrət götürmürük də. Hər şeyi hazır olmuş qadınları görməyə çalışırıq. Biri həyatınıza çıxıb da bu sənəti at, özünü daha başqa formada artıq bundan sonra təqdim et deyib, bunun üçün o qurbanlar verərsinizmi? Yəni, sizi deyək ki, olduğunuz kimi qəbul etməyən, amma sizi sevən birisi. Amma onun qarşısında olduğu kimi yaşamağı seçən bir Ella da var. Neynəyirsiniz bu halda? Baxın, həyat ümumiyyətlə kompromislərdən ibarətdir. Digəl ki, mən quzu deyiləm ki, kiminsə qurbanına çevrilim. Və mən özümü o yerdə görmürəm. Mənim bugünkü gündə eybim yoxdur. İnsanlıq, yanlışlarımız var, seçimlərimiz ola bilər, həyatdır. Məni yanına yaraşdırmayanın yanında nə işi var? Yəni, mən niyə həyatımı dəyişməliyəm? Mən hansısa alnı başa düşə bilərəm, məqamı başa düşə bilərəm. İnsanlar bir damın altında bir-birinə doğmalaşır. Kimsə bir başqa tərbiyə alıb, tamam başqa həyat tərzi görüb, bir başqa. Götürməyə, gör-götür dünyasıdır. Oğurlanmağa hazıram, razıyam. Yəni, o insan məndən ağıllı olmalıdır. Daha çox yumor hissi gözəl olmalıdır. Yəni, yaraşıqlı olub olmamaq o qədər önəmli deyil. Servant aksesuar qoymayacam ki, onu belə baxanda. Amma idman həyatı onun mənim üçün çox önəmlidir. Aktiv olmayan insanla mən nə həyat yaşayacağam? Mən yeyib yatan insan deyiləm və pasiv insanla da həyatımı paylaşa bilmərəm. Digəl ki, yarımçıq münasibətə də mən razı deyiləm. Amma qaldı ki, bugünkü gündə həyatımda nəyisə qurmağıma əlinizi nəyə uzatsaz, hər bir şeyi özüm qazanıb gətirmişəm. Amma yanımda insan olsaydı, hər bir şeydə onun da dəstəyi olsaydı, mənim üçün xoş olardı və mən bunu başqa insanlar kimi pis yerə yozmazdım. Niyə? İnsan axı bu dünyaya tək qalmaq üçün deyil də, birlik olmaq üçün gəlib, sevgisini paylaşmaq üçün gəlib, həyatı doya-doya yaşamaq üçün gəlib. Mən istəyirəm ki, 5 övladım olsun, sağlam olsunlar, gəzsinlər, desinlər, gülsünlər, onlara tərbiyə verim, təhsil verim. Amma mən misal üçün bugünkü gündə öz imkanlarımı hal-hazırda tam sabit güvənmirəm deyə övlad dünyaya gətirmirəm. Ailə həyatı qurarkən özümə güvənmək çox önəmlidir.
güvənlidir. Mən təkcə qarşı tərəfə güvənib öz həyatımı dayandırsam, bu o deməkdir ki, qarşı tərəf nə eləsə, mən sabah onun ayağı altında əzilə bilərəm. Mən artıq 18 yaşında bir qız uşağı deyiləm. Mən onda belə üsyankar idim. Mən 30 yaşına az qalmış, ağlı başında sevginin nə olduğunu anlayan, həyatı doya-doya yaşayan və həyatında kimsə olsa da olar, olmasa da həyat gözəldir deyib yaşayan birisiyəm. Mən kiminsə üçün bəzənmirəm. Mən özümü xoşbəxt görürəm deyə bəzənirəm. Dəyərli izləyicilər, bu verilişdən, bu reportajdan bəlkə də Elladanın sevgililəri, Elladanın evləri, villaları, Elladanın şəxsi həyatındakı baş verənlər, pulları, nə bilim, cibində nə qədər pulu var və yaxud da gizli görüntüləri, bəlkə də bunları gözləyirdiniz. Əslində bunu eləyə də bilər. Bu məsləyindən, PR-ından asılı olaraq dəyişə biləcək bir variantlardır. Amma Elladan bugün sizə olduğu kimi və əslində sizin görüb, söyüb, təhqir eləyib, şərhlərdə dediyiniz fikirlərdə olmayan Elladan göstərməyə çalışdıq və hesab edirəm ki, xüsusən də qadınlara buradan çox təsirli və gözəl mesajlar ötürüldü. Ona görə də küllərindən yaranmış Elladan bugün sizə tanıtdığım üçün özümə təşəkkür edirəm. Çox sağ olun, ayırdığınız vaxtınız üçün təşəkkür edirəm. İnşallah ki, digər verilişlərdə kəsilən məqamlar olmaz, daha sağlam şəkildə dediyimiz cümlələr yerinə çatar. Çünki bir çox hallarda biz dost dediyimiz insanlardan xayb üçün mənfəətini, kişiliyini, insanlığını unutduğunu görmüşük. Buradan sizi də salamlayıram. Sağ olun əməkdaşlarımız. Çox sağ olun. İşiniz uğurlu olsun, baxışlarınız bol olsun. İnsanlar üçün motivasiya verəcək mövzularınız o qədər çox olsun ki, insanlar baxsın, düşünsün ki, ay Allah, mən niyə yirmişəm? Həyat var imiş, qoy yaşayım. Təşəkkürlər. Çox sağ olun. Var olun. Belə bu qədər həyatın içindən bugün sizlə sağollaşırıq. Növbəti verilişimizdə görüşənədək. Hələlik.